Sade ədədlər vahide və özünə bölünən ədədlərdir. Məsələn, 3, 5, 11, 41. Bax, 3-ün bölənləri hansılardır? 1 ilə 3. Analoji qaydada 11-in də bölənləri 1 ilə 11. Vahide və özünə bölünürsə, bu ədəd sadə ədəddir. Mürəkkəb ədəd isə vahid və özündən başqa böləni varsa, bu ədədi biz adlandıracağıq mürəkkəb ədəd. Məsələn, 14, 15, 9, 30 və s. 14-ün bölənlərinə baxaq. 1, 2, 7, 14. 9-un bölənlərinə baxaq. 1, 3, 9. Bu ədədləri adlandıracağıq mürəkkəb ədədlər. Cüt ədədlərdə 2 istisna olmaqla qalan hamısı mürəkkəbdir. Niyə görə? Çünki cüt ədədlər ən azı özü ilə vahiddən başqa 2-yə bölünürlər. Sadə vuruqlara ayrılış dedikdə verilmiş ədədin sadə vuruqları hasil şəklində göstərilməsi nəzərdə tutulur. Məsələn, ədədimizə baxaq. 2-dən neçə dənə var? 3 dənə, 3-dən 1 dənə, 5-dən də 1 dənə. Bu ayrılışı biz adlandırırıq ədədin sadə vuruqlara ayrılışı. Biz istifadə edirik sadə bölən anlayışını. Sadə bölən bu sarı dariyə aldıqlarımdır. 2, 3, 5. Deməli, sadə bölənlərimizin sayı neçə dənə oldu? 3 dənə. Sadə vuruq dedikdə isə sadə vuruqların sayı əgər axırıncı formada verilibsə, qüvvətləri toplayırıq. 3, 1, 1, o da eləyəcək 5. Bax, qırmızı dairəyə aldığım qüvvətləri toplayırıq. Yox, əgər bu şəkildədirsə, birbaşa vuruqlarımızı sayırıq. 5 dənə vuruğumuz vardır. Sadə vuruqların sayı olacaq 5 dənə. Biz bir də istifadə edirik müxtəlif sadə vuruq anlayışında. Müxtəlif sadə vuruqlar sadə bölənlərin sayına bərabərdir. Müxtəlif sadə vuruq dedikdə neyi nəzərdə tuturuq? Məsələn, 3 dənə 2-im varsa birini götürəcəyəm. 4 dənə 5-im var, birini götürəcəyəm. Yəni, hər vuruqdan bir dənə götürəcəyik. Ona görə də müxtəlif sadə vuruqların sayı sadə bölən sayına bərabərdir. Bax, bunları yaddan çıxarmırıq. Deməli, sadə bölənlər dedikdə sarı dairəyə aldıqları, sadə vuruqlar dedikdə isə yuxarıdakı qüvvətlərin cəmini nəzərdə tuturuq. Baxırıq 3-dən 1 dənə, 2-dən 1 dənə, 5-dən 2 dənə. Sonra nə edirik? Qüvvətlərin üzərinə, bax bu sarı dairəyə aldığım, qüvvətlərin üzərinə 1 əlavə edib alınan cəmləri bir-birinə vururuq. Bu oldu bizim üçün natural bölənlərin sayı. Qüvvətin üstünə 1 gəldim. Analoji qaydada neçə dənə qüvvət varsa, bütün qüvvətlərin üzərinə 1 əlavə edib bir-birinə vurmalıyıq. Tam bölən sayı deyiriksə, bu sayı 2-yə vuracağıq. Natural bölənləri tapdıq 12-yi, 2-yə vuracağıq. 12-ni alacağıq 24. Niyə? Məsələn, 8-in natural bölənlərinə baxaq. 1, 2, 4, 8. Tam bölən dedikdə isə bura nə gələcək artıq? 8-in tam bölənlə olanda mənfilər də gələcək. Plus minus 1, mənfi müsbət 2, mənfi müsbət 4, mənfi müsbət 8. Gördüyümüz kimi əvvəl əgər 4 dənə bölənimiz vardırsa, tam dedikdə bu bölənlərin sayı 2 qat artdı. 8 dənə oldu. Natural bölənləri tapmaq üçün ədədi sadə vuruqla ayırdıq. Qüvvətlərin üzərinə 1 əlavə edib alınan cəmləri bir-birinə vurduq. Tam bölənlərin sayını tapmaq üçün isə natural bölənlərin sayını 2-yə vururuq. Əvvəlcə ədədi sadə vuruqların hasil şəklində göstəririk. Məsələn, ədədimiz olsun 80. 2-nin sadə vuruqlarının sayını yerdə qalan hasilin natural bölənlərinin sayına vururuq. Bizdə 4-dür. Bunun da üstü 1 olduğuna görə natural bölənləri tapmaq üçün qüvvətin üzərinə 1 əlavə edirəm. 8 dənə. Başqa bir nümunə də yazın. 2-nin qüvvətlərinin sayını, 2-nin qüvvəti neçədəndir? Burada 1 dənədir. Vururuq. Yerdə qalan hasil nədir? Budur. Natural bölənlərinin sayını, natural bölənlərin sayını da tapmaq üçün nə edirdik? Qüvvətlərin üzərinə 1 əlavə edib alınan cəmləri bir-birinə vururdu. Deməli, 6 dənə cüt böləni vardır verilmiş ədədi.
Ədədi yenə də sadə vurğuların hasili şəklində göstəririk. Məsələn, ədədimiz olsun 30. Biz bilirik ki, 2'ni niye vursak bize hasil cüt verəcəkdir. Ona görə də bizdən təkləri istəyirsə, 2 olanı silirik. Elə bil ki, yoxdur bu. Yerdə qalan hasilimiz nədir bizim üçün? 3'ün üstü vur, 1 vurulsun 5'in üstü 1. Bu hasilin natural bölənlərin sayını tapırıq. Yəni qüvvətlərin üzərinə 1 əlavə edib alınan cəmləri bir-birinə vururuq. Bu oldu tək bölənlərinin sayının tapılması. Sadə bölənlər, üstəgəl mürəkkəb bölənlər, üstəgəl 1. 1'i niyə əlavə edirik? 1 nə sadədir, nə də mürəkkəbdir. Amma 1 istənilən ədədin bölənidir. Ona görə də 1'i ayrıca əlavə etmişik. Deməli, mürəkkəb bölənin sayını tapmaq üçün biz nə etməliyik? Natural bölənlərdən sadə bölənlərlə 1'in cəmini çıxmalıyıq. Düsturdan çıxarsaq alırıq ki, natural bölənlər çıxılsın sadə bölənlər, çıxılsın 1. Bu bizə verəcəkdir mürəkkəb bölənlərin sayını. İndi məsələn, ədəd verilib bizə 45. Əvvəlcə natural bölənlərini tapmaq üçün sadə vurğulan hasil şəklində göstərirəm. Natural bölənlərdə qüvvətlərin üzərinə 1 əlavə edirəm. Alınan cəmləri bir-birinə vururam. 6 dənə. Sadə bölənlərimizə baxırıq. Sadə bölən dedikdə dedik ki, bax bu ədədləri nəzərdə tuturuq. 3 ilə 5. Deməli, neçə dənə sadə bölənimiz var? Sadə bölən sayımız oldu 2 dənə. Natural bölən sayımız oldu 6 dənə. Getirib düsturumuzda yerinə qoyuram. Deməli, mürəkkəb bölənlər bərabər olacaq. 6 çıxılsın 2, çıxılsın 1. 3 dənə mürəkkəb böləni olacaqdır ədədimizin. Olmayan tam bölənlərin sayını tapmaq üçün əvvəlcə ədədi yenə də sadə vurğulan hasil şəklində göstəririk. Məsələn, ədədimiz olsun 75 olsun. Tam bölənləri tapmaq üçün də nə edirdik? Natural bölənləri hesablayıb aldığımız sayı 2'yə vururduq. Natural bölənləri hesablayıb qüvvətlərin üzərinə 1 əlavə edib alınan cəmləri vuraq. Tam bölənlərimiz də olacaq. Aldığımız sayı 2'yə vururuq. 12 dənə. Bizə indi nədir? Sadə olmayan. Burada sadə bölənlərimizə baxaq. Sadə bölənlərimiz hansılardır? 3 ilə 5'dir. Deməli, sadə bölənlərimizin sayı 2 dənədir. Biz tam bölənlərdən sadə bölənlərin sayını çıxacağıq. Çünki bizə deyir sadə olmayan tam bölənləri. Deməli, 10 dənə sadə olmayan tam böləni vardır 75'in. Deməli, nədir? Tam bölənlərin sayını tapdıq. Ondan sadə bölənlərin sayını çıxsaq, sadə olmayan tam bölənlərin sayını qalmış olaraq. 300 ədədinin 6'ya bölünən 300 ədədinin 6'ya bölünən natural bölənlərinin sayını istəyirlər bizdən. Onun üçün biz nə edirik? 300'ü 6'ya bölürük. 6 vurulsun neçə eləyəcək? 50. Bax, bu 6'nı silirik üzü. Yerdə qalan ədədin natural bölənlərinin sayını tapırıq. 50 qalıb. Natural bölənlərinin sayını tapırıq. Deməli, 6 dənə 6'ya bölünən natural böləni vardır 300 ədədinin.